İnsan dünyanın mahiyyətini də tanımalıdır. Dünyanın mahiyyətini insan dərk eləsə, bilsə ki, bura mənim əbədi yerim deyil. Mən burada əbədi qalmıram. Hər şey müvəqqətidir. Hər bir şey müvəqqətidir. Mən özüm də burada müvəqqətiyəm. Müvəqqəti olaraq qonaq gəlmişəm. İnsan gözün açır, baxır, görür də, ətrafa baxır, qonşuya baxır, dosta baxır, yaxınlarına baxır ki, günbəgün itiririk, itirə-itirə gedirik, yaxınlarımızı itiririk, əzizlərimizi itiririk, bir-bir hamıdan ayrılırıq və yaxud da başqaları bizdən ayrılır, gedir. Belədir, yəni həyatın mahiyyəti belədir. İnsan bunları görəndə bir anlıq düşünməlidir ki, həqiqətən mən müvəqqətiyəm. Mən də bir gün gedəcəm. Bir gün mənim də xəbərim kiməsə çatacaq. Elə həmişə belə deyil ki, başqalarının xəbəri bizə çatsın ki, filan kəs məsələn dünyasını dəyişdi. Bunu bilək ki, bu həqiqəti başa düşür. Yəni bu həqiqətdir, sadəcə biz bunun üzərində düşünməliyik, bunu dərk etməliyik. Hərdən bir ağlımıza gəlməlidir də bu ki, bir gün mənim də xəbərim kiməsə çatacaq. Ölümü düşünmək insanı qəflətdən ayıldır. İnsanın özünə nəzarətin tənzimləyir, nizamlayır. Ona görə də insan bunu başa düşməlidir. Bu düşüncədə olanda insan həyatda zahid olur. Bilir ki, qarşıda əbədiyyət var və mən o aləm üçün yaranmışam. Mənim ruhumun vətəni Allahdır. Mən bir gün Allaha qayıdacağam. İnna lillahi və inna ileyhi raciun. Biz Allahdanıq və ona qayıdacağıq. Bizim ruhumuzun vətəni Allahdır.